Bizə verir, tutaq ki, tangens 5x bərabərdir tangens 3x. Məsələn, bunu həll eləmək üçün mütləq sinusa, kosinusa keçməyə ehtiyac yoxdur. Mütləq, məsələn, bu necə həll oluna bilər? Ümumiyyətlə, tutaq ki, tangens x bərabərdir tangens y ya da alfa qoyaq. Tangens alfa bərabərdir tangens beta. Bu cür bərabərlik gördüyünüz halda həmişə yadınıza saxlayın ki, alfa betaya bərabər ola bilər. Çünki 45 dərəcə, 45 dərəcə məsələn. Amma eyni zamanda dövrün də üstünə gələ bilərsiniz. Bu bizim bilməli olduğumuz qaydalardan biridir. Yəni yüngül o qədər çətin deyil. Çünki məsələn tangens 45 dərəcədə 1-dirsə, üstünə də dövrünü gələndə, dövrünü çıxanda nə alınacaq? Eyni cavab alınacaq. Doğrudurmu? Ona görə də biz bu düsturu rahat şəkildə tətbiq edə bilərik. Məxrəcin 0 olmamasını nəzərə almalıyıq. Yəni daha doğrusu əgər biz sinus və kosinus kimi fikirləşiriksə, kosinus 0-dan fərqli olmalıdır. Bu doğru. Burada da biz nəzərə almalıyıq ki, məsələn, mənfi pi bölü 2, pi bölü 2, məsəl üçün, o, belə deyək də, nəyi ala bilmir? Məsələn, pi bölü 2 üstəgəl pi n aralığında təyin olunub da, düzdürmü arqument? Tangens funksiyası. Daha doğrusu təyin olunmuyub. Pi bölü 2 üstəgəl pi n aralığında təyin olunmuyub. Doğrudurmu? Yəni pi bölü 2-ni ala bilməz və pi bölü 2-nin üzərinə gələndə dövrlərini onları da ala bilməz. Bunu nəzərə almalıyıq. Bu heç. İndi biz bunu həll edəndə necə edirik? Deməli, bu qaydaya əsaslansaq, çalışın böyüyü solda yazın. Böyük, hansı 5x böyükdürsə 3x-dan onu yazın. Üstə gəl pk və buradan aldınız 2x bərabərdir pk. X da oldu pk bölü 2. K daxildir z. İndi biz burada təyin oblasti məsələsi mütləq önə çıxır da, doğrudurmu? Yəni biz axı pi bölü 2 burada almışam məsələn. K-ya məsələn 1 ver. K-ya 1 verəndə nə aldım? Pi bölü 2 aldım. Düzdür? Bu zaman tangens 5x. Yəni tangens məsələn götürün. Tangens məsələn deyək 5 pi bölü 2. 5 pi bölü 2. Məsələn, bu halda bunun mənası var və yaxud da bura olsun tangens 3 pi bölü 2 yerinə qoydum. Mənası var yoxsa yoxdur? Məsələn, pi bölü 2-də məna yoxdur da, düzdürmü? Məsələn, üstünə pi gələndə nə alınır? 3 pi bölü 2. Bunda da məna yoxdur da. Fikir verin, demək mənasız bir şey yaranır da burada. Yəni bunu tamam. Demək biz bunları nəzərə almalıyıq və bunu nəzərə almağı unutsaq, təbii ki, işimiz yaxşı getməyəcək. Ona görə də biz indi bunu nəzərə alaq və cavabı doğru tapaq. Yəni bu yolda təklif edirəm ki, belə bir yolla da gedə bilərsiniz. Deməli, onda biz belə çıxır ki, k tək ədədlər ola bilməz. K ancaq cüt ədəd olmalıdır. Çünki baxın, tək ədədlər qoyduqca düz gəlməyəcək. Doğrudurmu? Məsələn, bunu belə də fikirləşə bilərsiniz. Tangens 5x-a fikir verin. Tangens 4x üstəgəl x kimi fikirləşsəz, məsələn, 4x-də heç bir problem yoxdur. Yəni, o pi bölü 2-dən qurtulur. X-da nə varsa x-da var. Deməli, onda biz k-ya cüt deyəcəyik. Tək ədədləri qoya bilmərik. K-ya cüt desək, məsələn, 2-ni qoysaq, aparıb yerinə qoyacağıq. Pi bölü 2 vurulsun 2-ni və buradan da 2-lər gedəcək, pn cavabını alacaq. Deməli, bizim cavabımız olacaq x pn-dir, n də daxildir z. Bu formada olacaq. İndi o biri yolu özünüz yazmısınız. Ona görə mən qarışmıram o yola. Yəni, doğrudur, yanlış deyil. Nəzərə almışsınız və bu formada gedə bilər. Bu kotangesi da aid etmək olar. Məsələn, istəyirsiniz, gəlin bunun sinusuna baxaq. Bunu silim, bunun sinusuna baxaq. Silim deyəndə bunu qaldıraq. Yuxarı. Məsələn, tutaq ki, həmin misalın sinusuna baxırıq. Sinus 5x çıxılsın sinus 3x. Ya da bərabərdir 0, ya da bərabərdir sinus x. Onun fərqi yoxdur. Məsələn, sinus 5x çıxılsın sinus 3x da verə bilər, belə də verə bilər. Eyni vəziyyət. Demək, mən bunu 2 yolla çözə bilərəm. Məsələn, hamınız bu yolu bilirsiniz. Sola atdınız və sonra cəmdən hasilə keçmə düsturunu tətbiq elədiniz. Sinus alfa çıx sinus betanın düsturu istəyirsiniz, elə mən yazım da sizdən soruşmayayım. 2 sinus 5x-dan 3x-ı çıxıb 2-yə bölürük. Bu eləyir x. Kosinus bu dəfə də toplanması yerinə yetirilir. Çıxmada həmişə çıxıb 2-yə böləndə sinus tapılır. Demək 5x-dan 3x-ı topla 2-yə böl 4x. Bərabərdir 0. Bunda indi bayaqları Jalə müəllimin dediyi bir vəziyyətə gəldik. Hasil məsələsi.
İndi mən bu hasili hər birini ayrı-ayrı sıfıra bərabər götürməliyəm də. Sinus x bərabərdir 0 götürməliyəm. Kosinus 4x bərabərdir 0 götürməliyəm. Və bununla da bu misalı çözməliyəm. X-imiz zaten pk yazaq geçsin. Pk, k daxildir z. Bu olsun burada. İkinci kosinus 4x-də də 4x-imiz bərabərdir 90-da verir də 0-ı, düzdürmü? Üstəgəl həmişə bura n yazın, qarışdırmayın da. O birisinə k yazıb, buna da k yazmayın. Bu belə. Buradan da x-i tapdıq. Nə oldu? Pi böl 8 üstəgəl pn böl 4. Bura qədər məncə o qədər maraqlı, yəni çətin deyil də, deyək ki, indi seçim lazımdır. Jalə müəllimənin sözü olmasın. Yekun cavab bunu necə yazaq? Məsəl üçün, bəzi suallarda yadda saxlayın ki, onları birləşdirmək asandır. Məsəl üçün, burada bunu birləşdirmək çox çətindir. Yəni, yekun cavab olaraq bunu yazmaq. Ona görə də bunlar mütləq ayrı-ayrı yazılmalıdır. Başa düşdünüzmü? Yəni, bu da cavabdır, bu da cavabdır. O bəzilərində birləşdirmək çox asandır. Amma məsəl üçün, x ancaq bunu alsın. Burada amma, məsələn, x pk-nı alır. Məsələn, bura 180 dərəcə. Bura 0 olmasın. Nə dəxli var ki? Məsəl üçün, mən k-ya 1 verdim. Məsəl üçün, aldım sinus 180 dərəcə. Sinus 180 dərəcədə 0-ı verir. 0-ı nəyə vurursan vur, 0 verəcək də. Demək, bunun onunla rolu yoxdur, əlaqəsi yoxdur. Ona görə də burada birləşdirməyə çalışmır. Bu belə. İndi mən burada... Bəli, belə qalacaq. Necə? Elə variantlar olur da, məsələn, həm PK-nı götürür, həm də ki, bəli. İndi isə mən sizə bunun bir dənə də belə bir yol təşrif edirəm. Məsələn, necə ki, tangens alfa bərabərdir tangens betadan bir düstur verdik. Sinus alfa bərabərdir sinus beta üçün də düsturumuz var. Necə? Onda olsun, bunda olmasın. Məsələn, mən bilirəm ki, sinus 30 dərəcə sinus 150-yə bərabərdir. Sinus 30 sinus 30-a bərabərdir. Yəni, alfanın betaya bərabər olduğu halı bilirəm. Lakin alfanın 150-yə də bərabər olan halını bilirəm də. Alfa 150 olsa sinus 30 sinus 150-yə bərabər. Ona görə burada yazıcı gəlir deyəndə ki, sinus x bərabərdir a tənlinin kökündə mənfi 1 üstü k yazırıq. Bax, o 30 150-ni əldə eləmək üçündür. Demişdim keçən dərs. Ona görə də burada bir dənə bunu yazırıq. Lakin artıq burada arq-zat heç nə yazmadan ancaq bucaqları yazırıq. Fikir verin, elə bir ki, tangesdə də eyni elədim. Sinusda da eyni vəziyyət yaradıram. Aydındır mı? Üstəgəl nə olmalıdır? O sinus x bərabərdir a tənliyində olan pi, indi burada k yazmışam, pi k olacaq. Aydındır? Qoy görün bunu bu tərəfə çəkə bilirəmmi? Tamam, çəkənmədim. Tamam. Demək, onda olacaq pi k. Oldu mu? İndi buradan sual. Müəllim, bu tənliyi həll eləyəndə biz bununla gedib həmin misalları tapacağıq-mı? Yəqin ki, tapacaq. İndi biz gəlirik ona. Əgər başa düşdüksə. Məsələn, sinus 5x bərabərdir sinus 3x-ı ikinci yolla yazmaq istəyirəm. Nə yazmalıyam? 5x bərabərdir mənfi 1-in üstü k, 3x üstəgəl pi k. Doğrudurmu? Bu formanı yazdım. İndi biz burada hər tərəfi nəyə bölməliyik? Məsələn, normalda x-i tapmalıyıq. Burada da x var, burada da x var. Yəni, biraz da çətin olur da belə halda. Bəs onda nə edəyək? Burada avtomatik olaraq k-nın tək və cüt hallarını yoxlayacaqsınız. Məsələn, k-ya cüt desəz, k cüt olsun, 2-mi cüt olsun. Bu zaman baxacaqsınız ki, çünki mənfi 1 üstü k-dan qurtulmaq lazımdır bu misalda. Bunda ancaq sinusda bu var. Mənfi 1 üstü k. 5x bərabərdir. Olacaq 3x üstəgəl pi k. Pi k yox. 2 pi n. Doğrudurmu? Buradan 2x bərabərdir 2 pi n. Və yaxud ki, köklərin biri yadınıza gəlir. Nə idi köklərin biri? Pi n var idi mi? Qaldıraq. Var idisə, bəli, baxaq görək var idi mi? Baxaq. Deməli, burada görürsünüz pi k yar. Sinus x bərabərdir 0, x pi k-dır. Deməli, var idi. Onda demək ki, düz almışıq. İkinci hal, əgər biz burada k-ya 2n plus 1 qoysaq, indi burada bəzən çaşırlar ki, məsələn, plus 2n mi qoyaq, yoxsa minus o, əslində mən həmişə tərəfdarıyam 2n üstəgəl 1 qoyun ki, mənfi ilə uğraşmayın orada. Bunu belə yazın və ondan sonra 5x bərabərdir. Mənfi 1-in üstü tək olanda mənfi qalır, 3x və burada pi-ni vurmalısınız, bax buna. İndi bura istəyirsiniz m qoyun, başqa hərf qoyun, yəni öz işiniz. Məsələn, m qoyaq.
Olacaq nə? Pi vurulsun 2m üstəgəl 1. Və sonra bunu açandan sonra o birisi kökü də tapmış olacaqsınız. 8x bərabərdir. Vurun açın. 2pm üstəgəl pi. 2pm üstəgəl pi. Biri nə? Maşallah. Birin qarğa burnu yazmış. Tamam. Buradan da x bərabərdir. X bərabərdir. Görək düzmü aldım? Birdən səhv alarıq. Deməli, pi də var burada. Pi varsa burada bunu necə yaza bilərik? Pi bölü 8 plus PM bölünsün. bəli, pm-dir bu. Hə, bu m-dir. Pm bölünsün 4. Deyəsən bayaq da elə almışdıq. İstəyirsiniz bir də Bəli. hə, almışıqsa ehtiyac yoxdur. Demə razılaşdıq. Demək biz bunu iki üsulla çözə bilərik. Əslində mən məsələn bu üsulun tərəfdarıyam ki, yəni bir də cəmdən hasilə, nə bilim belə sinusa, kosinusa keçmədən belə edirəm, amma təbii ki, tangens məsələsində ehtiyatlı olmaq lazımdır. Bəli, tangens məsələsi belədir ki, aldığın cavabda olsa belə götürərsən səhv çıxar. Məna məsələsini bilmək çox lazımdır. Amma kosinusda da tətbiq edə bilir ya. Yəni kosinusda da plus minus yazırıq. Öz düsturuna görə yazırıq. Yəni orada da bir dəfə müsbət halından getməlisən, bir dəfə mənfi halından getməlisən. Yəni bunu da diqqətə almaq lazımdır. Bu belə. İndi başqa nəsə deyəcəydim. Yəqin sualınız var da, indi onları suallara baxa bilərik. Yəni həmin şeylərə. Sonra Mən dediniz qəbul etdiyiniz suallardan deyəcəm. hə, məsələn istəyirsiniz bir dəqiqə siz suallarınızı hazırlayın. Mən bir dənə burada qəbula düşmüş sual eləyək ki, çox belə fərqli fikirləşməyək də özümüzdən. Tamam, baxaq görək qəbula düşmüş trigonometriya sualı hanı? Ümumiyyətlə sonlarda MİQ-in keçmişdi. Yəni illərə düşən sualların işləyəcəyik. Mütləq işləməliyik. Mütləq. Mütləq onları işləməliyik. Hə, yəni bizə lazımdır. Məsəl üçün belə bir sual düşübdür. Məsəl üçün funksiyanın arc kosinus, məsələn bunu silim ya da bunu geri alaraq bir dəqiqə. Aha. Məsələn deyir ki, y bərabərdir. Lap ədədini dəyişək, yəni heç önəmli deyil. Məsələn arc kosinus müəyyən dəyişiklik edirəm, yəni eyni şeydir. Məsələn bura 11 yazdıq. Üstəgəl arc kotangens ya da tangens, onun heç bir fərqi yoxdur. Hamısı verilə bilər. Olsun kotangens x. Bu da kökdə yazılsın. Belə. Arc kotangens kökdə x çıx 11. Məsələn bu birinci sual. Məsələn soruşur ki, funksiyanın təyin oblastını tap. Məsələn fikir varmı funksiyanın təyin oblastını necə tapılmalıdır? Əslində çox asandır, amma yəni fikir yox. Oradan birisinin ayrı təyin Mənfi bir oblastı, arasında arkosinus'un yazdım. ayrı təyin oblastı. Bir danışaq. Deməli necə götürəcəyik? Arkosinus'un ayrı təyin oblastı, məsələn -1 ilə 1 arasında. Arkosinus'un -1 ilə 1 arasında. Tangensin də mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Amma orada kök altına fikir verməliyik ki, x Bəli. çıx 11 böyük. Bəli. Onda sıfırdan müsbət sonsuzluğa olur. Bəli, o kökdə olmasa onu biz tapa bilmərik. Ona görə də biz qərar veririk nə? Belə yazılışda belə yazmalıyıq da bunu. Məsəl üçün x çıx 11-imiz -1-dən 1 arasında olmalıdır. Mütləq. Eyni zamanda arc kotangens üçün də siz fikirləşməlisiniz kökdür. Amma kökün altı bizə maraqlıdır da. Kökün altındakı ifadə. O da sıfırdan nə olmalıdır? Böyük bərabər. Sıfır ala bilərmi? Baxın, çox bilirsiniz xırda nüanslar bəzən bizə cavabımıza təsir edəcək. Yəni belə deyək, arc kotangens sıfırın mənası varmı? Sual. Təbii ki var. Niyə yoxdur ki? Niyə yoxdur ki? Yox. Arc kotangens 2-nin də mənası var. Arc kotangens 5-in də mənası var. Onun cavabı, yəni cavabı 0 pi arasındadır. Biz arc kotangens məsələn 0 yazanda kotangens neçə hansı dərəcədə 0 olur? 90 dərəcədə 0 olurmu? Bəli, bəli. Mən Demək ki, ala qiyməti bilir. ünvan olaraq Bəli. Bu ikisi eyni anda. Sıfır olsaydı deyən olar. Hə, yəni mən bəzən müəllim ola bilər ki, orada
onu çaşar, götürər böyükdür 0 və sonra o nəticəyə təsir eləyər. Çünki cavablar mütləq elə qoyulur. Mütləq bilirlər ki, kimsə hardasa onu səhvə yol verir. Ona görə diqqətli olmaq lazımdır. Və bunu həll eləyəndə birincidən alırıq nə? X 12. 11 ilə 12 daxil Bəli. olur. 10-dan 12-nin arası olur da, düzdürmü? Digərləri də edə Bu da 11-dən böyük bərabər. Onda bunların ortaq həlli, kəsişmə həlli deməli 11 ilə 11 ilə 12 arası. 12-nin arası olmuş olur. Baxın, əgər siz bu sualı, bu 2023-də bu tipdə bir sual düşmüşdü də, yəni siz bu tipli sorunu nə qədər çətin görürsüz? Bax, sual bundan ibarətdir. Çoxmu çətin görürsüz? Yoxsa yox yaza bilərik düşünürsüz? Bax, bu əsas məsələ budur. Özünüzə qıraqdan baxmağı bilin. Yəni bu suala uyğun olaraq fikirləşin ki, mən bunu yaza bilərəm. Bu o qədər çətin deyil. İşlədiklərim bundan da çətindir. Bax bu cür nə düşünmək lazımdır. Yox, əgər desəz ki, yox, mən nə danışırsınız? Mən belə sualı bilmirəm. Arksinusu, arkotangesi bilmirəm. Onda o mövzunu irəlilətmək lazımdır, baxmaq lazımdır. Məsələn, biri də beləncə bir sualdır. Məsələn, çox mən bəzi ədədləri dəyişirəm. Yəni siz sonra təzədən işləyəndə nə vaxtsa işləyəcəyik bir yerdə, baxacağıq sualların hamısına mütləq. Məsələn, tutaq ki, bura verdik ürəyinizdən keçən ədəd. Məsəl üçün neçə olsun? 10 olsun, 11 olsun, 12 olsun. 12 yazaq. 12 pis ədəd deyil. Məsələn, kotanges beta verir. Bu da bərabərdir. Neçə istəyirsiniz olsun? 5 olsun, 3 olsun, nə olsun? Yəni ürəyiniz nə istəyir ola bilər. Sizcə nə olsa yaxşıdır? 13 ola bilər. 13 səntimə 0.5. Maraqlıdır. Yəni bir şey olsun da, hə 0.5 olsun. Olsun. 0.5 qoyduq. Məsələn, indi mən deyə bilmərəm ki, biz misalı həll eləyə biləcəyik. Məsələn, nəyisə düz yazmırıq məsələn, amma məsələn sual tərtib eləyək də burada. Alfa verilsin ki, ikinci rüb. Yəni 90 ilə 180-in arası. Yəni verir də belə bir şey. Betamız da düşsün kotangens 3-cü rübə müsbət olduğuna görə 180 dərəcə ilə 270-in arası. Və bizdən soruşsun, tutaq ki, indi biz bunu belə deyək də, tam olaraq cavabın çıxıb-çıxmayacağını bilmirəm, amma tutaq ki, sual belə olacaq. Alfa üstəgəl betanın dərəcəsini, yəni alfa üstəgəl betanı tapa bilərikmi? Orada elə ədədlər verəcək ki, bəli, dərəcəni tapmaq olacaq və yaxud da indi biz baxaq görək ki, tapmaq olur, olmur. Məsəl üçün, siz necə eləyərsiniz bunu? Yerinizdə bir dənə eləyin görək. Hərə öz üçün yazsın görək. Cavab alınırmı? Yoxsa alınmırsa biz başqa bir şeyə, yəni dəyişək də ən az ədədləri və yaxud başqa bir sual verin. Aha. Necə gedirsiniz? Nə salınır? Müəllimə yazdım. Kotanges betanı yazdım tangens 2. Bəli. Sonra tərəf-tərəfə topladım. Tangens alfa, tangens betanı tapdım. Yəni üstə gəl. Sonra fikirləşdim ki, tangens alfa vuraq betanı tapım. Məxrəcdə də yazım 1 minus həmin ədəd. Yəni tangens alfa plus tangens beta bölünsün 1 minus tangens alfa, tangens beta kimi yazım. O da tangens alfa plus betanın açılışı olur. Bəli. Demək ki, başqa kim fikirləşir? Məsələn, tangens alfa vur, tangens betanı necə tapacaq? Məsələn, tangens alfa var. Tərəf-tərəfə vurmaq olmaz. Bunları bir-birinə vuracam da. Bir-birinə Olacaq mənfi 24. niyə tərəf-tərəfə Rəqəm vuraq? olaraq verir ki, Tangens alfa alına plus bilər. betanı tapmaq üçün. Ümumiyyətlə, Tangens alfa vurulsun 1 bölü kotangens betası da elə tangens alfa. tangens alfa plus betadan gedə bilərik. Belə. Bərabərdir. Müəllim, Bəli, burada olacaq tangens tangens alfa alfa plus plus tangens beta beta. bölünsün 1 minus tangens alfa, tangens beta. Düstur bu şəkildədir. Bəli, Düzdür? düstur bu Mən şəkildə. tərəf-tərəfə toplayaraq tangens alfa, tangens betanı tapdım. Bəli. Ev ki, kotangesti tangens elədik. 1 bölü Tangens onu da elədim beta, 2. bu da elədi 2. Bəli. Bundan O oldu sonra mənfi 10. burası Mən oldu gelib 2. burada Yox, burası 2 yox. Bura mənfi 12-dən 2-ni topladıq, elədi mənfi 10.
Bəli. Belə deyək. Məxrəcdə də 1 minus tangens vuraq tangens alfa vuraq tangens beta mənfi 24. Bəli, 1 25 çıxırsa, yəni. 1 çıxırsa Mənfi o da 1 24. üstə gəl. 1 üstə gəl, düzdürmü? Bəli. Bəli, Hə. 25. Bu da elədi 25-də mənfi 10. Mənfi 5. Burada ixtisar getdi, mənfi 5-də 2. Düzdürmü? İndi biz zaten alfa plus betanı dərəcə ilə tapa bilmərik. Razısınız da məndən. Bəli, Amma ona görə bilinən- artistlər istəyir. Bilinən ədəd olsa tapa bilərik. Təsəvvür eləyək ki, almışıq mənfi 2-də 1. Yəni biz alfa plus betanı tapmaq istəyirik. Sualı tutaq ki, elə qoyacaqlar ki, biz orada aldıq mənfi 2-də 1. Nə aldıq? Tutaq ki, tangens, mənfi 2-də 1 yox, bilinən dərəcələrdən biri olsun. Məsəl üçün olsun neçə? Mənfi Ya mənfi mənfi 1 bölü kökdə 3. Məsələn, belə bir şey alır. Kökdə 3 də olmasın, hadi olsun da kökdə. Kökdə 3 ala bilər ki, burada. Məsələn, ədədlər belə verilibsə, tutaq ki, mənfi 1 ola bilər. Doğrudur. Mənfi 1 aldıq. Hesabladıq, gəldik cavabı mənfi 1 aldıq. Ola bilər belə bir şey. İndi siz mənə deyin görün, biz alfa plus betanı neçə dərəcə götürməliyik? Əgər belə almışıqsa. mənfi Alfa 5-i plus götürə betanı bilmərik. aralıqları Çünki toplayarıq. Orada görək hansı aralığa düşürsə, o aralıqdan götürərik. Elə olar. Tamamilə doğrudur. Demək, burada bir bərabərsizlik kimi bunu fikirləşəcəyik. Alfa üstəyə betanın aralığı 180 ilə 270-i toplayanda eləyəcək. Məsələn, kimsə onu götürüb ikinci rübə götürür. O səhvdir. Çünki orada verilən bucaqlar önəmlidir. Bəzən onu fikirləşmirlər, ona görə səhv olur. Alfa plus betanı 180 ilə 270 o 180-dir. Neçə elədi? 450 bura. Bu da 270 dərəcə bura. Demək 270 ilə 450-nin arasında nə zaman mənfi ola bilər? 270-dən 450-nin arasında. 4-cü rübdə düşsə. Bəli. Yəni 4-cü 270 rübdə olsa. müsbət olur. Niyə? Tangens 4-cü Yox, rübdə kosmosda, müsbət. bəli, kosmosda mən çəşdim. Müəllim, onda indi məsələn də variantda verəcək ki, tutaq ki 475 dərəcə, 275 dərəcə. Bəs nə? Məsələn, Məsələn, biz bu hal-hazırda bunun dərəcəsini kim tapacaq? Neçə dərəcə? 4. Yox, dərəcə ilə deyək də, şeydən, ədədlə deyək. 270 də yəni 45 dərəcə olacaq. Bu da o kimi. Onda cavab Evet. kotangens 45 dərəcə. yox, alfa plus betanı deyirəm. Alfa plus beta. Yəni bunun cavabı neçədir? 315 dərəcə mənim. Bəli. Bəli, 270 dərəcənin üstünə 270 belə deyim də sizə. Siz zaten bilirsiniz ki, 45 dərəcədə biri vermir. Mənfi biri Bəli. verməsi üçün də Yox, 4-cü rübdə. 45 dərəcədə, 45 dərəcədə biri verir də. 4-cü rübə düşməsi üçün də, məsələn 45-dən onu da yəni 360 çıxılsın 45 yaza bilərsiniz də. Düzdür? O da eləyəcək 315 dərəcə. Vəssalam. Qurtardı. Yəni bu çox çətin deyil. Yəni amma onu da gərək fikirləşək. Bax belə bir sual düşmüşdü və orada da kim ki bu həm toplama düsturunu bilir, yerinə qoya bilir, həm də orada bucağın neçənci rübə düşməsinə əsaslanıb tapa bilir. Bax bu Mənim 2024. maraqlı isə sonuncu hissəsidir amma. Təbii ki. Bucağı tapmaq. Bəli. Bir dənə də həmin ili, bir dənə də trigonometriya aid bu cür sual düşür. Mən tamamilə eynisini vermədiyimə görə, yəni dəyişib verdiyimə görə özünüz yəqin tapa bilərsiniz. Məsəl üçün, orada sinuslardan bağlı verilibdir. Mən bunu kosinuslardan bağlı yazıram. Baxaq görək kim çözəcək. Məsəl üçün, bu formada bir sual. Deyir ki, ifadənin ala biləcəyi ən kiçik qiymətin, məsəl üçün, neçə mislini istəyirsiniz, o qədər olsun. Neçə misl olsun? 4. Teşkisi. Fərq yoxdur. Tamam, 4 misl. 4 mislini tapdım. Məsələn, bu cür sual. Yəni biz onu demək istəyirəm ki, əgər biz çalışırıqsa bilək ki, yazacağıq. Yəni bunun üçün də amma testlərdən işləyəcəyik, düşən test tiplərindən. Mən indi bir dənəsini də verəcəm, başqa bir ili düşən, çox qəşəng suallardır. O tipli bir də görsən testə salırlar. Bunu necə eləyəcəyik? Buyurun. Bundan kvadrat ayırmaq düzdür, ən kiçik qiyməti üçün. Ən kiçik qiyməti normalda kosinus x'ə bir tekmi götürsək, bunu ilə tapsaq olar. Məsələn, siz elə ki imtahandasınız, hal-hazırda trigonometriyanı öyrənmisiniz. Biz birazdan loqaritmaya keçirik. Məsələn, qutarmışıq, tutaq ki.
Nə vaxtsa biraz təkrarlayacaqsınız. Siz imtahanda bunu necə çözərsiniz? Müəllim, mən ilk öncə n ilə taparam. Sonra kosinus x-in kvadratı 0 ilə 1 aralığında qiymət alır. Kosinus x də mənfi ilə 1. Bəli. Ən kiçik qiymətini burada elə qoyaram. 0, bir də mənfi 1. Bir də n ilə taparam. Hə, bunun həlli hardasa 1 dəqiqə çək. 1 dəqiqə ərzində yazıb cavabı mənə deyə bilərsiniz. Cavab nədir? Hərə özündə bir cavab tapıb deyə bilər. Müəllim, n ilə tapanda ən kiçik qiyməti mənfi 41 bölünsün 8 alınır. 0 ilə mənfi 1-i də qoyanda yerinə Onda sizin son cavabınız, mənfi 1 alınır. son cavabınız Son mənfi 41 bölünsün 8 düşünürəm. tamam. İkisi də dedikdə mənfi 41 bölünsün 2. Əla. Mənfi 41 bölü 2, yəni onu da bölə bilirsiniz. Tamam. Başqa kimsə cavab aldı? Mən mənfi 28 deyirəm ən kiçik həllinə. Siz kim idiniz? Mən burada görənmirəm. Kübra. Hə, Kübra müəllimə. Onu necə alırsınız Kübra müəllimə? Mən dediyim kimi kvadrat ayırdım. Orada kosinus x minus 6 ifadəsini kosinusun mənfi 1 ilə 1 arasında yazıb sonra üzərinə mənfi 6 gəlmişəm. Hər tərəfə. Aydındır. Deməli, siz bu formada fikirləşmisiniz. Ola bilər. Zeynəb müəllimə, siz necə fikirləşdiniz? Gedişat yolunuz? Bayaq dedim n ilə tapdım. Mənfi 41 bölünsün 2. Hə, siz onu bəli deyən siz idiniz. Günel müəllimə, siz necə tapırsınız? Müəllim, mən də elə eni tapıb elə getmək istirdim, amma mənfi 1-1 aralığını da nəzərə almaq lazımdır. Bəli, mənfi 1-1 aralığını mütləq nəzərə almaq lazımdır. Düzdür, kosinus kvadratı 0-1 olur, amma burada kosinus x mənfi 1 aralığını alır. Yaxşı, bu belə bir şey eləyə bilərikmi? Məsələn, biz bunu, demək, iki variantımız var. Bir variantda biz çalışırıq ki, nəsə bir müxtəsər vurma düsturuna salaq da, 250-nin kvadratını yaradaq. Bəli, məsəl üçün, burada yaratmaq üçün 2 mane olur. 2-ni qoyduq çölə. Məsələn, kosinus x minus neçəsə yazıb mörtəzənin kvadratı qoymalıyıq. Bu düşüncə var da, doğrudurmu? Məsəl üçün, bunu açanda kosinus kvadratını verir. 2-yə də vurdum, 2 kosinus kvadratını verdi. Bura indi elə bir ədəd yazmalıyam ki, açanda, məsələn, 3. Düzdür, deyə bilərsiniz ki, bunu belə niyə yazsınız? Məsəl üçün, 2-ni çıxardın, tələsməyin. Bunu eləmək olar. Məsəl üçün, 2-ni çıxartdıq. Burada kosinus kvadratı x. Düzdürmü? Burada qaldı nə? 3 bölü 2. Bu da kosinus x bu formada. Bu 4 bizə maraqlı deyil əslində. O sonranın işidir. Demək, biz burada nə fikirləşməliyik? 2 vurulsun olmalıdır da. Əgər bu 2 vurulsun olsa, bura nə gələcək? 4 gələcək. Doğrudurmu? O da bərabərdir. Ondan sonra biz artıq müxtəsər vurma düsturunu yaza bilirik. Kosinus x-imiz minus 4-də 3 mörtəzənin kvadratı yaza bilirik. Və təbii ki, 2-ni burada 4-də 3-ün kvadratı nə edir? 4-də 3-ün kvadratı 16-da 9 eləyir. Doğrudurmu? 16-da 9. 16-da 9-u da 2-yə vuranda eləyir 8-də 9. Deməli, biz burada çıxılsın 8-də 9 yazmalıyıq ki, qayda pozulmasın. Razılaşdıq bundan. Əla. Çıxılsın 4. Yəni, bu formada yazdım. İndi isə, baxın, əgər siz bunu açanda həmin misalın özünü alırsınızsa, demək, hər şey qaydasındadır. Yox, əgər almırsınızsa, demək, problem var. Yəni, nəyisə düz yazmamışıq da. Bununla razılaşırıq. Problem yoxdur ki, bura qədər də. Baxırsınız, siz də, yəni, görürsünüz ki, mən necə elədim. Yoxdur ki, belə problem. Xeyr, müəllim. Əla. Bu zaman bu qıraqda yazılan bizim, amma əgər mörtəzənin içi həqiqətən 0 alına bilirsə, mörtəzənin içi 0 alına bilir. Çünki kosinus x 4-də 3-ü ala bilir. Bəli. O zaman burada elə bir ki 8-də 1 deyir. 1 tam 8-də 1-dir. Edir mənfi 5 tam 8-də 1. Deməli, bizim ən kiçik qiymətimiz mənfi 5 tam 8-də 1-dir. Yəni, mən 8-də 41, Zeynəb müəllimənin dediyi kimi. Doğrudur. Yəni, 8-də 41. Deməli, mənfi 8-də 41 amma.
-8-də 41-in də 4 misli -41/2 olacaq. Tamamilə doğrudur. Demək, bu formada biz düşünə bilərik, normaldır. Kim ki, məsəl üçün bilmir, əkiqlə də gedə bilər. Məsələn, kosinus x-a bir t əvəzləməsi, u əvəzləməsi, a əvəzləməsi verin. Sonra orada kvadrat düşərli görəcəksiniz və o kvadrat düşərlinin də ən kiçik qiymətini tapmağa çalışacaq. Amma bircə şərt var burada. Bəli, -1-1-i nəzərə almaq lazımdır. Ona görə mötərizənin içində bu ifadənin yazılmasının faydası var. Kosinus x çıxılsın 4-də 3 mötərizənin kvadratı və yaxud ona fikir verilməsi ki, bu ədədi ala bilərmi? Əgər almasaydı, o zaman biz, baxın, bu da maraqlı bir şeydir. Mən deyim də sizə. Məsələn, tutaq ki, olsaydı mötərizənin içi kosinus x çıxılsın, məsələn, deyək 2, mötərizənin kvadratı çıxılsın 12, məsələn. Belə bir şey olsaydı, bu zaman biz axı bilirik ki, bu 0 ola bilmir. Düzdürmü? Onda nə edəcəyik ən kiçik qiymət üçün? Ən kiçik qiymət tapmaq üçün 1 qoyarıq. Bəli. Mənfi Çünki qoysaq bir böyük qoyanda, olar, bir qoyanda bunun içi ən balaca vəziyyəti ala bilir. Aydındır? O da hesablayıb cavabı tapacaq. Oldu mu? Bax, buna fikir verəcəyik. Bu formada bir misal idi. İndi ikinci hissədə bir dənə də sual verəcəm. Allah qoysa, onda baxacaq. İndi kimin başqa sualı varsa ona keçək. Mən sonra bir dənə maraqlı sual da verəcəm. O tipdə olan sualları işləməyi öyrənərik. Müəllim, məndə MHM-də test 1-də 9-cu sual var. Hə, qoy açaq. Deməli, MHM-də test 1-də 9-cu sual. 9-cu sualda deyir 1 bölünsün. Kotangens kvadrat üstə gəl 1. Budur da, səhv eləmirəm. Bəli. 1 bölünsün. Müəllim, mən ona yazdım. Hı-hı. 1 bölünsün kotangens kvadratı x plus 1-in yerinə yazdım ki, 1 bölünsün sinüs kvadrat x. Sonra o da qalxdı yuxarı. Oldu sinüs kvadrat x bərabərdir 1. Demək, 1 üstəyə kotangens kvadratı nəyə bərabərdir bilirik? Bəli, 1 bölünsün sinüs 1 kvadrat bölü x-ə. sinüs kvadratı. Deməli, onu yerinə qoyduq. Bəli, mən də qoyardım. Qoyduq, o Sinüs da x qalxdı buradan 0 sürətlə. ola bilməz. Yəni, bu sinüs x 0 ola bilməz. Bunu yadda saxlamalıyıq. Bu həmişə Bəli, diqqətli orada qalın. Bu da qalxdı sürətə, oldu sinüs kvadratı x. Sinüs kvadratı x bərabərdir. 1-ə bərabərdirsə, bu 1 çıxılsın sinüs kvadratı deməkdir, uşaqlar. Biləsiniz. Ona görə də buna kosinus kvadratı x deyəcəksiniz. Kosinus kvadratı 0-dırsa, deməli, bunu silə bilərsiniz artıq. Kosinus x bərabərdir 0 eləməliyik. Kosinusun 0-a çevrilən qiyməti, təbii ki, sinusun 0-a çevrilən qiymətindən fərqli olduğuna görə cavabı rahatlıqla yaza bilərik. Kosinus nə zaman 0-a bərabərdir? 0 plus pk. Pi bölü 2 üstə gəl pk. Burada sinus Yuxarıda sinusu götürmüşəm. burada sinus heç bir rolu olmadığına görə rahatlıq, yəni ki, yox, birdən olmaz, birdən cavab başqa şey olar söhbəti. Mən bunu yazdım axıra qədər. Bəli. Gəldim ki, sinüs kvadrat x bərabərdir 1-dən sinüs x mənfi 1, 1. 2 dənə kök aldım. Bəli. Baxın, ona görə də bu cür sualları belə eləyək. O iki cürdə də eləyə bilərik. Bu bir. İkinci dərəcə azaltmadan gedə bilərsiniz. Baxın, ya 2 dənə almamaq üçün, 2 dənə alanda da onu birləşdirmək lazımdır. Onu birləşdirmək üçün də sizə məsləhətim. Baxın, ümumiyyətlə vahid çevrədə 1-i burada alır, mənfi 1-i burada alır. Düzdür? Yəni 2 yerdə alır da bu. Bu da əslində bilirsiniz nə deməkdir? Əslində kosinusun 0-a çevrilən yerləridir. Yəni bu xətt y oxunun özü, bu y oxunun özü bizə nəyi verir? Kosinus x bərabərdir 0 verir. Demək ki, heç şərt deyil ki, mənim yazdığım kimi sinus kvadratını sağa keçirdim. 1 çıx sinus kvadratı olsun, bərabərdir 0, o kosinus kvadratıdır. Ümumiyyətlə 0 olanda kvadratdır, kubdur, o da kosinus x bərabərdir 0-dır. Amma yəni bu cür nə də fikirləşib birləşdirmək deyək də cavabları bir dənə halda göstərmək olar. Məsəl üçün, siz eləyirsiniz, belə alırsınız. Deyim də necə alırsınız. Siz alırsınız, Jalə müəllimə də sualını verən, doğrudurmu? Bəli. Hə, əla. Deməli, burada siz alırsınız, sinus x bərabərdir 1-dən, x bərabərdir pi bölü 2, üstə gəl 2 pi alırsınız. O birisi kökü də tapırsınız. Burada da alırsınız mənfi pi bölü 2, üstə gəl 2 pi. Sonra deyirsiniz ki, mən indi hansı cavabı götürüm? Bu da var, bu da var. Və yaxud da biri var, birisi yoxdur, götürürəm, səhv çıxır. Məsələn. Doğrudur, belə bir şey. Mən elə ona görə yazdım, qaldım. Deməli, 3 arc sinus
x bərabərdir 2 arc kosinus 2x. Doğrudurmu? Məsələn, bu cür sualı həll eləmək üçün şey eləməyə ehtiyac yoxdur. Yəni nəyisə. Burada çünki bizdən köklərinin şeyini soruşur, sayını soruşur. Kökləri sayını soruşursa, məsələn, arc sinusun artan, arc kosinus necə funksiyadır bilirsiniz? Necə funksiyadır? Yəni artandır, azalandır, yoxsa nə? Nə artan, nə azalan. Tamam. Bəs yaxşı, biz onu orasını düz keçirmişdik. Əgər hər ikisi artan olsa necə olardı? Yəni 3 arc sinus x yazmışdınız, üstə gəl 2 arc sinus 2x eləmişdiniz. Sizcə bu necədir? Bu necə funksiyadır? Artandır yoxsa? Artan olacaq. Məsələn, bəli, artan olacaq. Yəni 3 arc sinus x üstə 2 arc sinus 2x artan olacaq. Düzdür? Mənim üstəgəl olmur, axı keçdən də. Yəni onu siz nəsə yazmışdınız, orada üstəgəl olmuşdu axı, yoxsa mən səhv bax. Mən yazmamışam, müəllim, mən bilmirəm. Mən Jalə müəllimə mən yazmamışam. Hə, aydındır. Gəlin belə baxaq da. Məsələn, biz tutaq ki, sizin yazdığınız kimi yazdıq, getdik. Yəni mən demək istədiyim nədir? Baxın, belə bir qayda da var. Məsələn, məsələn, burada bir dənə kök olacaq. Cavab bir dənə kök olacaq. Məsələn, mən bunu teorəmədən normalda eləyə bilirəm. Teorəmədən sübut eləyirəm ki, məsələn, bu teorəməsi müsbətdirsə, funksiya monoton artandır. Bu artan da funksiya olduğu üçün, məsələn, orada yəni gətirirəm, tapıram belə bir şey. İndi teorəməsiz eləməyə çalışaq ki, teorəməsiz bunu deyə bilərikmi, bu artandır, azalandır. Buna diqqət eləmək. Məsələn, sizin özünüzün bir fikri varsa deyin, yoxdursa mən bunu növbəti dərsə də qoşularıq, yoxsa bilmirəm, qoşumarıq. Ya mən özüm bayaqki yazdıqlarımı biraz yükləyərəm ora. Aha. Müəllim, mən hər tərəfi sinus x şəklində götürdüm. Yəni sinus arc sinus 2 və sinus arc kosinus 2x. O şəkildə götürdüm. Sinus arc sinus x onsuz da x verir. İndi bayaqdan mən sizi yoxluyordum. Demək, arc kosinusdan bir də üzr istəyirəm. Arc kosinusdan arc sinus da uşaqlar. Siz bir şeyi bilməlisiniz. Məsələn, bayaq soruşuram, arc sinus artandır. Bunu dediniz. Amma arc kosinus yanlış dediniz. Arc kosinus həmişə azalan funksiyadır. Mən onun trigonometriya dərsində artan, nə azalan? Yox, axı elə deyil. Bəs o hansıdır? Məsələn, o hansı funksiyadadır? Məsəl üçün, siz nə artan, nə də azalan deyirsiniz. Məsəl üçün, bu kosinusun, sinusun özünün funksiyalarıdır. Y sinus x-da, y kosinus x-da. Onlar bütün təyin oblaslarında nə artandır, nə də azalandırlar. Tangesi artandır, kotangesi azalandır. Amma arc sinus. İndi məsələn, arc kosinusun cavabları, arc kosinusun qrafiki necə qurulurdu? Sıfırdan pinin arasında qurulurdu da, düzdür? Və bu zaman bu sıfırdan pinin arasında, yəni burada pi bölü 2-də də bunu verir. Məsələn, qrafik necə gedirdi? Məsələn, mənfi 1-dən 1-in arasında da, düzdürmü? Mənfi 1-dən 1-in arasında. Məsələn, mənfi 1-də burada nöqtə alırdı, düzdürmü? Arc kosinus 1-də də 0 dərəcəni verir. Düzdür? Yəni, bu formada bir qrafik olurdu. Bu formada. Bu necə qrafikdir ki, Y nöqtəsindən tutaq ki, B nöqtəsinə düşmüşəmsə, bu necə qrafikdir? Azalan. Azalandır da. Azalan. Bəli. Yadınıza saxlayın. Belə bir qayda var. Əgər bir funksiya, bərabərliyin bir tərəfindəki bir funksiya həmişə artandırsa, həmişə, yəni monoton artandırsa, bu monoton artandır. Əgər bərabərliyin sağındakı bir funksiya isə həmişə azalandırsa, ciddi azalandırsa bu, azalandırsa. Bu zaman onların qrafikləri əgər kəsişirlərsə də, belə bir cümlə mütləq, yəni mən bərabərliyin solu sağına deyirəm axı. Biz indi bunu sübut edəcəyik ki, bunlar kəsişirlər. Deməli, mütləq kəsişirlərsə yalnız bir nöqtədə kəsişə bilirlər. Bu qaydadır. Məsələn, bunu necə tuta bilərsiniz qayda? Əgər kəsişirlərsə, cümləyə fikir verin, əgər kəsişirlərsə, məsələn, tutaq ki, bu azalandır. Düzdür, düz xəttimiz. Bu da artandır.
Düzdürmü? Əgər kəsişmə baş verirsə, görürsünüzmü? Yalnız və yalnız bir nöqtədə kəsişə bilərlər. Bu belə. Bunu dedim. İndi isə belə bir şey deyək. Nə üçün bunlar kəsişir və kəsişirsə bir dənə bunun qiyməti olacaq. Yəni buna diqqət edə bilərik. Məsəl üçün bunun təyin oblastını tapa bilirik. Məsələn bunların təyin oblastı nədir? Arc kosinüsün 3-də -1 ilə 1, sinüsün 3-də -1 ilə 1 olur. Hə, deməli x-da bu alır -1, 1. 2x da isə alır -1, 1. Bu da belədir. Və bu ikisi də eyni anda baş verməlidir deyə birinə məsəl üçün 1 qoyum, o birisi 2 olacaq. Onun mənası olmayacaq. Bunlar bir yerdə həll olunanda məsəl üçün biz 2-yə bölürük də, buranı 2-yə bölün, buranı 2-yə bölün, 0.5, buranı 2-yə bölün, 0.5. Demək x-imiz olacaq -0.5 ilə 0.5-in arasında. Yəni sizin ancaq x-lara qoya biləcəyiniz aralıq budur. Doğrudurmu? İndi təyin oblastının uc nöqtələrində əgər biz sol tərəfdə qoysaq ki, -0.5-i qoyaq yerinə baxaq və sağ tərəfə qoysaz, baxsaz, nə görəcəksiniz? Məsəl üçün -0.5 qoysaz sola, 3 arcsinus -0.5 nəyi verəcək? Mən 2-də 1-i aldığı qiymətdədir. Yəni -30-da. Yəni mənfi qiymət verəcək. Tutaq ki, mənə maraqlı deyil neçə verəcək. Sağ tərəf nə verəcək? Əgər -0.5 qoysaq, elə müsbət 0.5 olacaq, müsbət verəcək. Yoxsa 0 verəcək. Baxın, 0 verəcək. Düzdür? 0. Niyə müəllim 0? Kosinüs Yox, 0. -0.5-i qoyuruq. Hə, -0.5-i qoyanda arc kosinüs, yox, 0 vermir. 2 pi olur. Orada 2 də var, pi verir. Hə, müsbət 0.5-i qoyanda verir də. Müsbət 0. Yəni nə demək istəyirəm? Əgər -0.5-i qoysa, sol tərəf mənfi verəcək. Sağ tərəfimiz müsbət verəcək. Düzdürmü? X-a 0.5 qoysa, sol tərəf yenə müsbət verəcək, sağ tərəf 0 verəcək. Bu nəyi göstərir? Yəni bir uca yaxın olan hissədə sol tərəf balaca olur, digər uca yaxın hissədə böyük olur. Məsələn, söhbət arcsinusdan gedir, eləcə də arckosinusdan gedir. Deməli, bunlar mütləq bir yerdə bərabərləşməlidirlər. -0.5, 0.5 arasında elə bir ədəd var ki, biz onu orada qoyanda bunlar bərabərləşirlər. Yəni, demək kəsişmə var. İkisi də -0.5, 0.5 arasında getir. Yəni, biri deyək ki, sol tərəfində nə dedim, mənfi alır, biri müsbət alır. Məsəl üçün, sağ tərəf pi olur. Yəni, bu misalı bir də oturub x-i tapmaq üçün, bunu orta məktəb proqramına aid deyil. Yəni, x-i tapmaq, ümumiyyətlə, x-i tapa bilməz kimsə konkret olaraq həminə. Tapa bilərik, irrasional bir ədəd ola bilər. Çünki bucaqları fərqlidir ona görə. Bucaqları eyni olsa, rahat şəkildə tapmaq olar. Yaxşı, yəni buna ancaq belə baxmaq olar. Yəni onsuz da zaten o biri yoldan gələ bilərsən, müəyyən yerə qədər gələ bilərsən. Ondan sonra yenə də belə bir analiz eləməlisən. Nəticədə bir şey almalısan ya da törəmə vasitəsilə bunu analiz edirsən. Yaxşı, yəni bunu demək istədim ki, yəni buna daha diqqət edək. Monotonluq. Yaxşı. Bu belə. Gəlin belə bir şeyə izahat verək. Məsələn, belə bir sual tipidir. Məsələn, tangens alfa bölü 2-nin qiymətinin 1 çıx kosinus alfa bölünsüz sinus alfa olduğunu bilirik. Amma bəzən niyə bu hardan yaranır deyə sual veririk. Baxın, tangens alfanın başqa cürbəcür yollarla isbat edə bilərik. Məsələn, biz onun sinus alfa bölü kosinus alfa olduğunu bilirik. Mən istəsəm sürəti də, məxrəci də sinus alfa edə bilərəm, kosinus alfa edə bilərəm. Mən indi burada 1 çıx kosinus alfa bölünsün sinus alfanı tapa bilməyim üçün sürəti də, məxrəci də sinus alfaya vururum. Amma 2 sinus alfaya vururum ki, sinus 2 alfa düsturunu yazacağım bunun yerinə. Burada da 2 sinus alfaya vurduğuma görə oldu 2 sinus kvadrat. Amma mən dərəcə azaltma düsturuna keçməliyəm ki, 2 qat bucaq yaradım. Baxın, bucaqların fərqinə baxın. Alfa bölü 2, burada da kosinus alfa, sinus alfa. Onda sinus 2 sinus kvadrat alfanın dərəcə azalma düsturu nə idi? 1 çıxılsın kosinus 2 alfa bölünsün. Bu da sinus 2 alfanın düsturudur. Doğrudurmu? İndi hər tərəfi
hər tərəfi arqumentləri 2-yə bölək bərabərlikdə. Tangens alfa bölü 2 olacaq, bərabərdir 1 çıxılsın, kosinus 2 alfanı 2-yə bölsək, olacaq kosinus alfa bölünsün sinus alfa. Həmin düsturu aldıq. Bu indi bizə lazımdır. Məsəl üçün, belə bir, tutaq ki, bir tənlik eləyib istəyirik. Məsələn, tangens tənlik deyirəm. Yəni, bir ifadə var. Tutaq ki, imtahanlarda və s. qabağımıza çıxa bilir. Bu, əlavə də nəsə verilə bilər. Tutaq ki, bunu həll eləmək istəyirik ki, bu nəyə bərabərdir? Biz sinus 25-də 7-nin bir alfaya bərabər götürsək, nəticədə əslində bizim axtardığımız nə olur? Bizim axtardığımız tangens 2-də 1 alfa, yəni alfa bölü 2 olur. Bəs bunu necə tapacağıq? Buradan sinus alfa 25-də 7 və bunu düzbucaqlı üçbucaq vasitəsilə çəkə bilərik. Çəkdik və bilirik ki, Pifaqor ədədlərinə görə əgər qarşıdışqa 7-dirsə, hipotenuz 25-dirsə, bura 24-dür. 24, 25. Tamam, bunu biləndən sonra bu tangens alfa bölü 2-ni yuxarıda açdığım düstur kimi açacağam. 1 çıxılsın kosinus alfa yazacağam. Bölünsün 1 üstə gəl sinus alfa, doğrusu bölünsün sinus alfa yazmalıyam. Doğrudur. Bundan sonra da yerinə qoyacağam və bundan sonra cavabı alacağam. Yəni kosinus alfa 24 bölü 25 olacaq. 24 bölü 25. Məsələn, sinus alfamız nə olacaq? Verir burada, 25-də 7 olacaq. Sonra sürətlə məxrəci də nəyə eləyə bilərik? Nədir onun adı? 25-ə vura bilərik. 25-ə vuranda bizə lazım olanı alacaq. 25-ə vursaq 25, çıxılsın 24. Aşağıda da 25-ə vursaq 7 olur və cavabımız 7-də 1 ala bilirik. İmtahanlarda belə bir sual tiplərlə qarşılaşırsınız. Eyni zamanda, məsələn, belə bir sual tipindən də rastlaşacaqsınız. Yəni, ola bilsin ki, hansısa il düşüb, ola bilsin yox düşüb, sadəcə olaraq hər dəfə təkrar düşmə ehtimalı bəzən olmasa da, bəzi sualları təkrarən yaxud ona oxşar formada bir şeylər görürsünüz. Məsələn, tutaq ki, belə bir ifadə verib, siz üstə gəl 4 qoyaq. Məsələn, bu ifadənin ala biləcəyi funksiya kimi də verə bilər. Bu ifadənin ala biləcəyi, tutaq ki, ən böyük mənfi tam həllini soruşur. Və yaxud həm ən böyük mənfi tam həllini soruşur, həm ən kiçik müsbət tam həllini və onların cəmini axtara bilərik. İndi hələlik ən böyük mənfi tam həllini tapmağa çalışaq. Bunu necə tapacağımızı fikirləşək. Buradakı əsas məsələ budur. Əgər siz yadda saxlasaz ki, ancaq məsələn biz funksiya kimi tangens alt x üstə ya kotangens x funksiyasının qiymətlər çoxluğunu bilirik. Mənfi sonsuz, mənfi 2 birləşir 2 müsbət sonsuzluq. Onun tapılma qaydasını da ədədi orta böyükdür, həndəsi orta böyük bərabərdə həndəsi orta xassəsindən bilirsiniz. Onda biz nə edə bilərik? Əgər biz bu ifadəyə bir A deyək, uzatmayaq A. Bu ifadə adısa A böyük bərabərdir 2 kök altında onların həndəsi ortası. Həndəsi ortası da bir-birinə vuranda tangens 11x vur kotangens 11x 1-i verdiyinə görə 5 vur 20, buradan da 10 çıxır. 5 vur 20, buradan da 10 çıxır. 2 vur 10, yəni 20. Deməli, biz müsbət olaraq baxdıq tangens 11x-ə. Bu zaman A-nın aldığı aralıq mənfi sonsuzluq, mənfilərdə bərabəsi işarəsinin əksinə dəyişir. Mənfi sonsuzluq mənfi 20 olmalıdır və daxil olmaqdan, o da daxil olmaqdan 20 müsbət sonsuzluq. Bəzən sizə məsələn belə bir sualla da qarşılaşa bilərdiniz burada. Məsələn deyə bilərdi ki, ifadənin ala bilməyəcəyi ən kiçik mənfi tam həllə, tutaq ki, ən böyük müsbət tam həllin cəmi, belə suallar da ola bilər. Onda mənfi 20 ilə 20-nin arasını burada ala bilmir A. Amma bu 4-ü unutmamalıyıq. Bu 4 də burada iştirak edəcək. Bəs 4-ü bura necə yazacağıq? Təbii ki, biz buradan ən belə deyək, böyük mənfi tam həll olaraq mənfi 20 götürəcəyik və A üstə gəl 4-də A-nın yerinə mənfi 20 qoyanda üstə gəl 4 yazıb bu zaman aldığımız mənfi 16 A üstə gəl 4-ün, yəni bizdən soruşulanın ən böyük mənfi tam həlli olmuş olacaq. Bax, bunlara diqqət etməyimiz olduqca vacibdir.
Belə. İndi isə gəlin bir dənə də belə bir maraqlı suala baxaq. Amma bu belə olsun. Kosinus 2x üstəgəl pi bölü 2 vurulsun kök altında mənfi x kvadratı üstəgəl x üstəgəl 12 bərabərdir 0. Tutaq ki, bu tənliyin kökləri cəmini istəyir. Kökləri cəmini istəyir. Demək, bunu necə edəcək? Məsələn, birinci hasilin 0 olması üçün hər bir uruq ayrıca 0-a bərabər götürülməlidir. Doğrudur. Və burada biz məna məsələsinə diqqət edəcəyik. Birinci kökün altını 0-dan böyük bərabər götürsək, götürdük. Bu zaman hər dəfə mənfiyə vursaq, x çıxır 12 kiçik bərabərdir 0 və köklərin biri mənfi 3-dür, biri 4-dürsə, deməli bizim cavabımız mənfi 3, 4 arasında olacaq. Doğrudurmu? Eyni zamanda kosinus, burada pi bölü 2 üstəgəl 2x çevirmə düsturunu tətbiq etsək, bu da 0-a bərabər üçün olacaq. İkinci rübə düşdüyünə görə mənfi sinus 2x 0. Bu da 0 olduğuna görə elə biz bunu sinus 2x bərabərdir 0 yaza bilərik. Və nəticədə 2x də bərabərdir pk yazıb, x bərabərdir pk böl 2 yaza bilərik. K da bilirsin. Tamam. İndi isə biz nə etməliyik? Məsələn, əsas iş bundan sonra başlayır. Bizim aldığımız mənfi 3, 4 arasına düşməlidir tapılan köklər. Yəni biz əslində x-ların qiymətlərini axtarırıq. X-ların 2 qiyməti hazır. Mənfi 3, 4. Çünki bu zaman kosinusun mənası var. Mənfi 3, 4 hazır. İndi mənfi 3-dən 4-ün arasını. Çünki niyə mənfi 3, 4 hazır? Mənfi 3, 4-ü burada yerinə qoyanda cavab 0 verir. 0 verdiyinə görə rahat şəkildə 2 kökü bildik. Mənfi 3, 4. İndi köklərin cəmini axtarırıq. Bundan sonra bizim işimiz nədir? Bax, pk bölü 2 var ha. Burada k-ların qiymətini yerinə yazmaqdır. Özümüzdən k-ya qiymət veririk. Amma nəzərə alırıq ki, pi 3-dən %14. Yəni k-ya məsəl üçün biz əgər 0 versək 0 alırıq. 0 mənfi 3, 4-ün arasına düşürmü? Düşür. Demək, k-ya 0 verən kimi kökün biri 0 olur. Yəni mənfi 1-i birinci qoyardıq. Heç nə olmaz. İndi mənfi 1-i qoyaq. Çünki orada mənfilər də mənfi 3, 4 arası. Mənfi 1-i qoyanda x-imiz bərabərdir. Pi-nin yerinə 3-dən %14 qoymaq lazımdır ki, o araya düşən ədədi tapa bilək. 3 qoysaq birazca çətinlik ola bilər. Yəni düşməyən, yəni sərhədlərə yaxın ola bilər. Biz çaşa bilərik. Ona görə mənfi 3-dən %14. İndi mənfi 3-dən %14-ü 2 yerə böləndə dərslərimizin birində dedik ki, bu mənfi 1-dən %57-də təqribən. Bu mənfi 3, 4-ün arasına düşür. Ona görə bu da ödəyir. Bura quş qoyaq, bu da ödəyir. Amma köklər bunlardır. Biz bəzən k-ları götürsək səhv edərik. Növbəti k bərabərdir mənfi 2-də ödəməyəcək. Yerinə qoysaq mənfi 3-dən %14 keçir gedir. Ona görə müsbətlərə keçək. K1. K-ya 1 verən kimi bu da x bərabərdir. Müsbət 1 tam %57 olur. Yəni bunun əksi olur. Doğrudurmu? 1 tam %57. Təqribidir də bu. Yəni x-in qiyməti olduğunu bildik. Bu belə 1 tam %57. Bu da düşdü 3-dən 4-ün arasına. K-ya 2 versək bu zaman x bərabərdir. Pi alınır. Pi də təqribən 3-dən %14-dür. O da yenə düşür. Hara düşdü? Mənfi 3, 4 arasına. Tamam. Bundan sonrası k-ya 3 qoyanda daha da böyük ədəd verir. Yəni özünüz görürsünüz. Yerinə qoysaq görəcəksiniz və ödəyən kökləri tapdıq. Və bunların cəmi mənfi 1 tam %57-dən müsbət 1 tam %57 bir-birini götürəcək cəmində. İndi burada 3 tam %14 cavab adətən pi ilə veriləcək deyə. Çünki 3 tam %14 təqribi qiymətdir. Pi-ni isə dəqiq olaraq yaza bilirik. Ona görə də biz belə götürək. Mənfi 3 ödədim, 4 ödədim, üstəgəl 0 ödədik. O birisləri tulladıq. 3 tam %14-də əvəzinə pi yazdıq. Və nəticədə cavabımız pi üstəgəl 1 olmuş oldu. Buna oxşar bir dənə misalı eləyək. Baxın, deməli burada sinus x üstəgəl sinus 2x üstəgəl 2 sinus 3x MH20 sualıdır. Üstəgəl sinus 4x üstəgəl sinus 5x çoxlu olmağından qorxmayın. Qruplaşdırmaq lazımdır. Məsələn, deyir ki, bu tənliyin 100 dərəcə ilə 290 dərəcə parçasındakı köklərin bu dəfə yenə cəmini soruşur.
Mən məsəl üçün burada qruplaşdırmanı düzgün aparmaq lazımdır. Sinus x-dən sinus 5x, sinus 6x verir. Yəni daha doğrusu orada arqumentlər 6x verir. Buradakı sinus 2x, sinus 4x 6x verir deyə biz bunları qruplaşdırıb cəmdən hasilə keçmə düsturunu tətbiq edəcəyik. Sinus x-dan sinus 5x-i cəmdən hasiləni birbaşa keçsək, olacaq ki, sinus 3x vurulsun kosinus cüt funksiya olduğuna görə x-dan 5x çıxır 2-yə bölsək, eləcək 2x. Üstəgəl sinus 2x-dan sinus 4x üçün tətbiq eləsək eyni qayda ilə 2 sinus yenə 3x olur. Görürsünüzmü? Ona görə o arqumentlərin cəmi bizim maraqlı idi. Burada 2 sinus 3x ikisində də aldıq. Vur kosinus neçə olacaq? Orada x olacaq. Doğrudurmu? Bundan sonra üstəgəl 2 sinus 3x. Yəni bu da ortada gəlir gördüyünüz kimi. Bərabərdir 0. Və 2 sinus 3x-ları mötərizə xaricinə alsaq, mötərizənin içində kosinus 2x-imiz var. İndi onu da açacaq, əslində açmalıydıq. Gəlin açaq elə. Kosinus 2x-in yerinə kosinusdan əlaqəli bir şey yazaq. Nə yaza bilərik? 2 kosinus kvadratı x çıx 1 yaza bilərik. Bu çıx 1 olsun. Üstəgəl kosinus x olur. Üstəgəl 1 olur. Doğrudurmu? Bərabərdir 0. Və bundan sonra gəlin bunu bu formada bura getdim və buradan kosinus x-i də mötərizə xaricinə çıxartmaq olar və yaxud hər birini ayrı 0-a bərabər götürmək olar. Sinus 3x-i 0-a bərabər götürəndə birbaşa yazsaq x bərabərdir pi k bölü 3 olacaq. Bunu istəsəz əgər dərəcə çaşdırırsa, məsələn bunu elə ən yaxşısı belədir elə. 100/3-ə bölün 60k kimi yazın. Sonra burada artıq qiymətləri yerinə qoyacaqsınız. Katam ədəddir axı. Ona görə də bir qiyməti əsas odur ki, bu aralığa düşsün. 1 qoyanda 60 dərəcə ödəyə, 60 dərəcə düşmür. 120 dərəcə 2 qoyanda olur. Düzdürmü? K-ya 2 qoyanda 120 dərəcə. Və bunu qəşəng yazaq. Deməli, olacaq neçə? 120 dərəcə. 3 qoysaq 180 düşür ora. 4 qoysaq 240 dərəcə. Bu 5 qoysaq alınmır. 290-ı keçir gedir. Tamam. Burada birinci bu işimiz bitdi. Keçdik mötərizənin ikinci tərəfinə. Burada 2 kosinus kvadratı x üstəyə kosinus x-i 0-a bərabər götürəcək. Buradan da kosinus x-i mötərizə xaricinə çıxartsa olacaq 2 kosinus x üstəgəl 1 bərabərdir 0. Sonra kosinus x-i 0-a bərabər götürdük. Buradan x-i pi bölü 2, yəni 90 yazaq. Üstəgəl pi k 180 vur k yazaq. Siz bura n yazın. Düz işinizdir. Buradan da yenə bayaqki kimi x-lara qiymət verəcəyik. Məsələn, n-ə bir qiymət verəcəyik. N-ə 0 qoyanda 90, 90 düşmür. 2 qoyan kimi 180, 90, 270. Burada birinə kök tapa bilirik. Doğrudur. Buradan 3 dənəsini görürük. Həmin aralığa düşəni tapdıq. Sonra bunun içi qaldı bizə. Bu da kosinus x bərabərdir -2-də 1 deyir. -2-də 1. Nəticədə x də bərabərdir. Plus minus yazırdıq buna. Gəlin birbaşa yazaq. Kosinus nə zaman 2-də 1-i verir? 60 dərəcədə. 180-dən 60 çıxanda 120 dərəcə olur. 120 dərəcə. Üstəgəl dövrü. 2 pi k. Düzdür? 2 pi k. Tamam. Buradan sonrası k-ya yenə qiymət veririk. Məsəl üçün mənfilər bizə maraqlı deyil. 0 qoyanda 120 o artıq burada var. 120-ni almışıq. Onu yazmağa ehtiyac yoxdur. 2 qoyanda 120 bu əslində 2 pi k-nı yenə də 360 k yazmalıydıq. Yəni onu da elə yazaq. 160 k yazaq. 360 k yazaq. 360 k. Bu k-dır. Tamam. Buradan da biz qiymətləri qoysaq, bura 0 qoyanda 120 var dedik, 120 gördük. 1 qoyanda burada yoxdur. Yəni var əslində 120 var. Bir də 240 var. Niyə 240 var? Məsələn, -1 qoysaq, eləyir -360. Burada 120 müsbətindən geçsək, çıxılsın 300, daha doğrusu deməli, burada -120, buradan da müsbət 1 qoyduq k-ya, deməli 360, 240, o da var. Yəni orada diqqətli olmalıyıq ki, yəni birdən hansısa kök kənarda qalır. Və nəticədə bunları toplayacağıq, aldıqlarımızı və cavabı tapacağıq. Oldu. Yəni bu da bizim deyək ki, sonuncu misal.